Günün çıxmağına heç qarşılamısınız? Əlbəttə ki. Saat 12'de yoxdur. Yox, inanmıyorum ona. Çünki günün batmağına onsuz da istədik-istəmədik hamımız müşahidə eləyirik. Sonra baxmır. Ya, mən də oradan səhər tez dururam, baxmayaraq ki, gecə yatmağa məcbur olsam da. Səhər tez dururum da 6-da yoxdur, indi Eldar deyir ki, gün çıxmağını. Amma bağda, yayda zətdə olub əlbəttə ki, damda yatanda biz, çox isti olanda dama çıxıb yatırdıq. Damda da yatanda, səhər axı gün çıxan kimi adamı yandırmağa başlayır, səhər 6-da yaydı da. Elə bax, o çıxanda yandırmağa başlayanda onun ilk şüalarını alırdıq, bax, onları görmüşəm. O yanırdıq, amma uşaq idik, başa düşmürdük ki, bu gün yandırmağa başladı, aşağı düşmək lazımdır. Çox xoşumuza gəldi damda yatmaq. Damda yatmaq. Bəs indi, bu uşaqlıq idi, bəs indi? İndi nə bilim? İndi çalışıram hər şeyə sevinim. Çünki indi artıq dərk edirik hər şeyi. Günün çıxmasına da sevinirik. Onu da bir xoşbəxtlik hesab edirik. Bugündən sabaha çıxmağı da ələxsus zəlzələdən sonra böyük xoşbəxtlik hesab edirik. Hər dəqiqələr artıq qiymətini bilməyə başlamışıq. Yəni ki, insan dərk eləməyə başlamışıq ki, həyat çox dəyərlidir, çox qiymətlidir. Onun qiymətini bilmək lazımdır. Mən səhər tezdən məsələn çox vaxt dururam. Mən yatmağı az xoşlayıram. Çünki belə baxanda insan əbədi yuxuya gedəcək nə zamansa. Ona görə bu həyatda insan 60-70 yaş yaşayır və onu gərək elə yaşasın ki, yəni bu həyatda nə var, çox şey özünə yıxsın, öz ruhuna. Mən də ona görə açıq yatmaq nə olan şey? Yatırsan, həyat da məsələn gedir. Sənin ömründən gedir o saatda. Ona görə çalışıram az yatım, daha çox oyaq qalım. Məsələn, çox vaxt olur elə ki, belə asobini yayda, səhər tezdən dururam, mən xoşum gəlir. Hələ baxırsan dənizdən, hələ bir qırmızı, belə göy, belə qırmızı səmadır o belə ki, və yaxud gecə, axşamlar gün batanda, məsələn, səmanın rəngi bambaşqa olur. Yəni, bunları seyr eləmək öz mənə gəlir ki, dənizə baxmaq kimi, ağaclı, meşəliyə, çölə, çəmənə baxmaq kimi belə bir şeydir. Günaydın proqramına arzuladınız. Hər gününüz aydın olsun. Hər gün açılanda, mən tamaşaçılarımıza, günaydın tamaşaçılarına demək istəyirəm ki, hər gün açılanda mən arzu edirəm ki, qarşınıza ancaq müsbət insanlar çıxsınlar və onların ayağı şükümlü olsun, düşərli olsun və bütün gününüz şad, xuraman keçsin. Günaydını hamımız sevirik, yəni günaydını əməkdaşlarında, proqramın özündə baxırıq pastayanda. Ona mən səhərlərdən tez dururam. Baxıram o bir kanallara görürəm ki, hələ başlamayıblar ya da o birisi məndən giz-giz şeylər göstərirlər. Gözləyirəm günaydın da var. Başlayacaq ki, oturun baxım günaydına. Yox, çox maraqlı proqramdır və belə də bu da bir növ bizim hədiyyəmiz günaydına. Həftənin şənbə və bazar günləri səhər saat 9-dan 11-ədək efirdə olan Günaydın proqramı artıq 1 yaşını qeyd edir. Bu münasibətlə bizi çoxları təbrik etsə də, bizim üçün ən böyük hədiyyə məxsusi Günaydın proqramına bəstələnən mahnı oldu. Bu sizin kanalda, Space kanalda oradan yaxın olan adamlar var. Nadir Bədəlov, direktorumuz, Səmayədir, Sayqadır və bu Rəşad. Çoxları var orada. Yəni, bunlar bir gün dedilər ki, bəs bizim Günaydının yubileyi olacaq. Hələ ona görə bizim bir dostumuz var, Vahid Əziz şair. Vahid tez bir dənə şeir yazdı, verdi o şeiri. Hələ para baxdı, mən sevimli müğənnilərinin ən yaxınıdır. Yəni, onun üçün çalışdım, məhz onun üslubunda yazım. Əziz və sevgili tanrım. Kaynar gözlü bulak tek aksın
Nəğmə